İki dənə fəsil götürək, kəlam haqqdadır. Belə də uzun deyil, qısadır. Onsuz da orada da götürəndə qısa götürülür də. Yaxşı, başlayaq. Bismillahirrahmanirrahim. Nəhməduhu və nəstə'inuhu və nəstəğfiruh. Və nə'udhu billahi min şururi anfusina və min seyyiati a'malina. Men yehdihillahu fela mudilla lahu və men yudlil fela hadiya lahu. Əşhədu an la ilahe illallah vahdehu la şerike lehu və əşhədu enne Muhammeden abduhu və rasuluhu sallallahu aleyhi və alihi və sahbihi və sallama təslimen kəsiran. Amma ba'd. فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli müsəlmanlar, əziz qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və uzun müddət fasilədən sonra qərara gəldi ki, səhih ədəb və əxlaq mövzusunda olan risalənin tədrisini davam edək və sonuncu dəfə məclis ədəbləri haqda fəsillərdə dayanmışdıq və bugün yeni bir fəslə toxunacaq. O da ədəbül kələm, yəni danışıq ədəbi, yəni söz demək ədəbi və müəllif burada bir hədisə toxunub. Ədi ibn Hətim radiyallahu anhun hədisindən hansı ki İmam Buxari və Muslim nəql edir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İttəqun nərə vələv bi şiqqi tamra. Oddan qorunun, xurmanın yarısını verməklə olsa belə. Fəmən ləm yəcid fə bi kəlimətin tayyibə. Və kim tapmazsa, xoş, gözəl bir söz deməklə olsa belə. Yəni, insan oddan qorunmalıdır. Və fikir versək, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İttəqun nər, oddan qorunun. Od dedikdə burada qəsd, yəni axirət günü nicatdan söhbət gedir. İnsanın axirət günü uğur qazanmasından, xilas olmasından söhbət gedir. Yəni özünüzlə cəhənnəm əzabı arasında maniyə qoyun. Özünüzlə cəhənnəm arasında örtü, pərdə qoyun ki, ora düşməyəsiniz. Və deyir ki, وَلَوْ بِشِقِّ تَمْرَةٍ. Yəni bir xurmanın yarısı da olsa belə. Xurmanın yarısı, yəni ən az bir şey olsa belə, onu sədəqə edin, yəni onu ilə cəhənnəm əzabından qorunun. Yəni azın azı da olsa belə, cəhənnəm əzabından qorumaq üçün onu vermək səbəbdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə rəğbətləndirir sədəqəyə, rəğbətləndirir yaxşı əməllərə. O əməl az olsa belə və çox az olsa belə, çünki Allah Teala heç bir əməli itirməyəcək. Əgər o əməl xalis Allahın üzü üçün edilibsə, yəni xalis Allah üçün edilibsə, nə qədər kiçik olsa belə, yəni insanların nəzərində o əməl az olsa belə, kiçik olsa belə, Peyğəmbər sallallahu aleyhi və səlləm rəğbətləndirib insan malından xərcləsin. Yəni xeyirdə öz malını sərf etsin, o sərf etdiyi az bir şey olsa belə. Ona görə də fikir versək, heç də xeyir qapları böyük əməllərə aid deyil. Yəni yalnızca böyük əməllər üçün deyil. Əksinə ola bilsin ki, elə bir kiçik bir şeydə olsun ki, elə bir kiçik bir şey üçün açılsın ki, bu xeyir qapısı insanın gözündə o az görünə bilər. Lakin insanın niyyəti o sədəqəni verməsi ilə, niyyətinin saf olmasına görə o sədəqə Allah qatında əzəmətli olsun. Ona görə fikir verir, Peyğəmbər s.ə.v-lə əslində bu təlimdir. Hər bir müsəlmana göstərir ki, insan xeyirdən heç nəyi tərk eləməməlidir. Deməməlidir ki, onda olan çox az bir şeydir və ya əhəmiyyətsizdir. Və hədis öyrədir bizə ki, Allah Taala'nın lütfü, rəhməti necə böyükdür. Qapılar qoyub, açıq qapılar ki, hamı nicat tapa bilsin. Və bu hədis öyrədir ki, insan əməldən heç nəyi aşağı hesab etməməlidir. Sədəqə hər bir şeylə ola bilər. Gözəl sözlə ola bilər, başqalarına kömək etməklə ola bilər, insanlara təbəssüm etməklə olar, necə ki, başqa dəlillərdə gəlib. Və xeyir qapısı Allah Teala hamı üçün açıq edib. Varlı üçün də, kasıb üçün də, güclü üçün də, zəif üçün də. Ona görə də kasıb belə savabdan, əcirdən məhrum deyil. Əksinə nəyi varsa, nəyə qadirdirsə onu ilə xeyr etməyə, salih əməl etməyə, o da varlı ilə o hökmdə eynidir. Onun kimidir. Və fikir versək bu hədis işarə edir ki, insan heç də özünü mükəlləf etməməlidir. Yəni Allah Teala kimisə
xeyir qapısını ona açmaqla onu yükləmir. Əksinə sədəqə əslində çox malın olmasına da ehtiyac duymur. Ondan xilas olmaq üçün heç də böyük əməllər etmək lazım deyil. Əksinə insan kiçik bir şeyi sədəqə etməyi ilə, ixlaslı olmağı ilə böyük əzəmətli əcrlərə çata bilər. Ona görə niyyət əhəmiyyətlidir. Niyyət əməlin həcmindən daha çox önəmlidir. Və elə sədəqə var ki, azdır, lakin Allah Teala qəbul edir onu. Və elə sədəqə var ki, böyükdür, dağlar qədərdir, lakin niyyətdə xələl olduğuna görə Allah Teala rədd edir onu, qəbul etmir. Ona görə niyyətin bərəkəti önəmlidir. Niyyət kiçik bir şeyi əzəmətləşdirir və sahibini qiyamət günü xilas olmasına səbəb olur. Lakin ola bilər ki, insan elə bir şeylər sədəqə etsin ki, o gözündə, zənnində böyük bir şey kimidir, lakin niyyəti səbəbi ilə Allah Teala onu heç saysın. Lakin kiçik bir şey, zərrə bir şey sədəqə etsin, lakin qiyamət günü tərəzidə Uhud dağından və ondan da daha əzəmətli dağlardan daha dəyərli olsun Allah qatında sahibinin sadiqliyinə görə, doğruluğuna görə. Ona görə də əməllər heç də Allah qatında həcminə görə ölçülmür. Allah Teala əməlin həcminə baxmır, əksinə ixlasına baxır, sünnəyə, tabiçiliyə baxır. Hədis bəyan edir ki, xeyir qapıları çoxdur. Allah Teala xeyir qapılarını olduqca çox edib Allaha həmd olsun. Və Allah Teala bunu çox etməklə bəndələri üçün, xilası üçün səbəb edib ki, ən böyük məqamlara, ən böyük məqsədlərə rahatlıqla çatsın. Ona görə sədəqə, hansı ki insan verir, Allaha yaxınlaşdırmaq üçün, o bəs edir ki, sədəqə onun günahlarının silinməsi üçün də səbəbdir. Səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sədəqə xətanı söndürür, yəni günahı söndürür, necə ki su odu söndürür. Yəni necə ki sən odu söndürmək üçün üzərinə su töksən, sədəqə verməyin də günahları o cür söndürür. Və bu dəlildir ki, sədəqə az olsa belə xilas edir. Ona görə deyir sallallahu aleyhi və səlləm, oddan qorunun, xurmanın yarısını vermək olsa belə. Bu da Allahın lütfünün genişliyinə dəlalət edir. Əgər tapmasaz, onda deyir ki, gözəl kəlmə. Yəni insan əgər sədəqə etməyə xurma tapmasa, İslam onu rəğbətləndirib gözəl söz danışmağa. Yəni bu da sədəqədir. Ona görə fikir versək, İslam dini həm kasıbları nəzərə alıb, həm ehtiyac sahiblərini nəzərə alıb, həm istəyib ki, cəmiyyətdə qarşılıqlı şəfqət olsun, rəhmət olsun, nəfslərdə bir-birlərinə qarşı mərhəmət olsun. Az bir şey olsa belə, onu ilə, o asan işlə insan nəcatını zəmanət altına alsın. Hətta gözəl kəlmə deməsi sədəqə edib Allah Teala onu, nicat edib. Və kim zənn eləsə ki, Allaha yaxınlaşmaq üçün heç nəyi yoxdur, xəta edir. Gözəl sözü var, təbəssümü var, insanlara kömək etməyi var. Bütün səbəblər hansı ki Allah Teala səbəb edib, o səbəblərdən istifadə edə bilər. Və əgər mömin və müminin qəlbi bu səbəblərdə camiyyətdə olsa, görərsən ki, müsəlman toplumlarında xeyir artacaq, insanlar xeyrə daha tələskən olacaq, xeyirdə daha çox yarışacaq, insanların nəfsində səxavət artacaq, hətta verdikləri az olsa belə təbəssüm artacaq, bir-birlərinə qarşı müamilədə şəfqətli, mərhəmətli, lütfkar olacaqlar, insanlar bir-birlərini alçatmayacaq, bir-birlərinin əməllərini az görməyəcək. Ona görə gözəl söz dedikdə əslində çox şey qəsd oluna bilər. Gözəl söz dedikdə Allahın kəlamını oxumaq da ora daxildir. Çünki Allahın kəlamından gözəl söz, başqa gözəl söz ola bilməz. Allahın kəlamı gözəl sözlərin ən gözəlidir. Həmçinin zikirləri də əhatə edir. Təsbih etməyi, Subhanallah deməyi, La ilahə illallah deməyi, həmd etməyi əhatə edir. Həmçinin əhatə edir yaxşılığı əmr etməyi, pislikdən çəkindirməyi. Eləcə də əhatə edir elmi öyrənib öyrətməyi, əhatə edir həmçinin insanı Rəbbinə yaxınlaşdıran bütün sözləri. Əgər yarım xurma belə tapa bilmirsənsə, gözəl söz xilas edəndir. Necə ki, yarım xurmanı sədəqə etmək xeyr yolundandır və asan yoldur. İnsanın nicatına səbəbdir oddan. Eləcə də gözəl söz də səbəbdir insan oddan nicat tapsın. Allah Teala'dan diləyirik ki, Allah Teala bizi oddan xilas edən bəndələrdən etsin.
Sonra müəllif ikinci gözəl söz haqqında növbəti ikinci fəslə keçir və deyir ki, istihbəbu bəyanul kəlam lil muxatabi və təkrir liyufham. Danışdığın kəs, yəni xitab etdiyin kəsə sözü bəyan etməyin və başa düşsün deyə təkrarlamağın müstəhəb olması. Yəni bir insan əgər danışırsansa ona ilə, xitab edirsənsə ona və başa düşmürsə, ona sözü təkrarlamağın Peyğəmbər s.ə.v-in sünnəsindən olduğunun izahıdır. Yəni bu ona açıqlamaq Peyğəmbər s.ə.v-in sünnəsidir. Və bu fəsildə də iki hədisə toxunur. Birincisi Ənəs radiyallahu anh'ın hədisidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kənə idə təkəlləmə bi kəlimətin ədəhə fələt. Peyğəmbər sallallahu aleyhi və səlləm bir söz danışanda onu 3 dəfə təkrarlayardı. Həttə tufəmənhu. Təkrarlayardı ki, ondan başa düşülsün. Və idə ətə alə qovmin fəsəlləmə aleyhim səlləmə aleyhim sələtən. Və bir qövmə gəldikdə onlara salam verərdi və salamı 3 dəfə təkrarlayardı. Və hədis də İmam Buxarinin nəql etdiyi hədisdir. Və ikinci hədisdə Ayşə radiyallahu anh'ın hədisidir. Deyir ki, kənə kələmu Rasulullah sallallahu aleyhi və səlləm kələmən faslən yəfhəmuhu kullu mən yəsmə. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü aydın idi, yəni başa düşülən idi. O danışdıqda eşidən başa düşürdü. Yəni hər bir eşidən anlayırdı, başa düşürdü. Bu da İmam Əbu Davud öz sünənində nəql edir və Şeyx Albani səhihləşdirib. Ümumən Peyğəmbər sallallahu aleyhi və səlləmin bütün sözləri əzəmətli idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm danışanda mülayim danışırdı. Uzun uzadı danışmayıb sallallahu aleyhi və səlləm. Əksinə danışanda az söz deyib, lakin mənaları geniş olan sözlərdən istifadə edir. Və səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin sözlərini xoşlayırdılar. Onun danışıqlarını dinləməyi xoşlayırdılar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm öyrədir ki, insan danışanda insanlarla, başqa insanlarla, onlarla mülayim danışmalıdır. Tələsməməlidir dediyi sözündə. Və sözləri elə deməlidir ki, qarşısındakı başa düşməlidir. Sözləri deyəndə sözləri bir-birinə daxil etməməlidir. Əksinə sözlər aydın olmalıdır. Sözləri deyəndə sözləri şərt deyil, fəsahətli olsun, lakin başa düşülən olmalıdır ki, xitab etdiyi kəs məşəqqətsiz onun nə qəsd etdiyini başa düşsün, dərk etsin. Lakin bəzi insanlar görürsən ki, danışanda tələsik danışır. Hətta qarşısında dayanan insan, onu eşidən insan məcbur olur, soruşsun dəfələrlə ki, nə deyirsən? Bu da sünnəyə müxalifdir. Sünnə nədir? İnsan danışanda açıq, aydın danışmalıdır. Danışanda elə danışmalıdır ki, qarşısındakı başa düşsün. Lakin o demək deyil ki, vacibdir ki, bəlağətli danışsın. Yox, bəlağətli danışmaq ondan tələb olunmur. Əksinə, tələb olunan nədir? Xitab etdiyi insana onun başa düşdüyü dildə danışsın. Lakin insan əgər tələsik danışırsa, sözləri bir-birinə daxil edirsə, bu Peyğəmbər s.ə.v-in sünnəsinə müxalifdir. Ənəs radiyallahu anh'ın hədisində gəldiyi kimi, çünki Peyğəmbər s.ə.v danışanda bir sözü bəzən onu 3 dəfə təkrar edirdi. Niyə? İnsanlar başa düşsün deyə. Və mənası nədir? Başa düşsünlər deyə. O deməkdir ki, əgər insan başa düşürsə birinci dəfədən, onu təkrarlamağa ehtiyac yoxdur. Nə vaxt təkrarlamağa ehtiyac var? Əgər qarşısında olan insan başa düşmürsə. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən nə çox hədislər var ki, nəql olub bizə Peyğəmbər sallallahu aleyhi və səlləm xitab edib səhabələrinə, toplumda insanlara danışıb, söhbət edib, moizə edib, xütbə deyib, təkrarlamadan keçinib. Yəni təkrarlamadan onlara müraciət edib. Və deməsi ki, onlar başa düşsün deyə, bu demək ki, əgər insan başa düşmürsə, mənanı və ya yaxşı anlamırsa, onun üçün təkrarlanmalıdır. 3 dəfə təkrarlanmalıdır. Ola bilər insan ağır eşidən olsun, ola bilər ki, səsküllü bir yerdə olsun. Ona görə müstəhəbdir ki, təkrarlansın ki, o başa düşülsün. Və fikir versə Peyğəmbər sallallahu aleyhi və səlləm salam verəndə də 3 kərə təkrarlayırdı o insanlar üçün. Mənası nədir? 3 dəfədən artıq salam verməyə ehtiyac yoxdur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm əgər bir qövmün yanına gəlirdisə, onlara salam verirdisə və cavab almırdısa, 2-ci dəfə təkrarlayırdı salamı. Və cavab almırdısa, 3-cü dəfə təkrarlayırdı salamı. Yenə cavab almırdısa, çevrilib gedirdi. Daha onlara müraciət eləmirdi. Beləcə də icazədə də belədir. Necə ki, bundan əvvəlki dərslərdə toxunmuşdur ki, icazə 3 dəfədir. Yəni, insan bir yerə gəlirsə
qapını döyürsə icazə istəyir. Cavab verilməsə ikinci dəfə qapını döyüb icazə istəyir. Cavab verilməsə üçüncü dəfə icazə istəyir. Əgər cavab verilməsə çevrilib gedir və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi də budur. Və bəzi alimlər toxunub icazə məsələsində deyir ki, həmçinin buna aid etmək olar müasir telefonlar və ya ev telefonları, hansı ki insan bir evə və ya kiməsə zəng etdikdə, zəng 3 dəfə təkrarlanandan sonra insan istəsə söndürə bilər zəngi, əgər ona cavab verilməsə. Lakin bəzi alimlər deyirlər ki, istəsə davam da edə bilər. Çünki ehtimal ola bilər ki, zəng etdiyi kəs telefona çatması üçün müəyyən bir məsafə qət etməlidir, ya bir otaqdan başqa otağa keçməlidir və ya cihaz olduğu yerdə olmayıb başqa bir yerdə ola bilər. Hər bir halda hər iki ehtimal icazəlidir. Fikir versə sonra müəllif Ayşə radiyallahu anh hədisinə toxunub. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm danışanda açıq aydın danışırdı. Nə deməkdir bu? Yəni hərfləri bir-birinə daxil eləmirdi. Sözləri bir-birinə daxil eləmirdi. Lazım olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm təkrarlayırdı dediyi insanlar üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sözləri o qədər açıq aydın idi ki, əgər kimsə onun danışdığı sözləri saymaq istəsəydi, saya bilərdi. O qədər rahat danışırdı, o qədər aydın danışırdı. Beləcə də insan belə olmalıdır. Yəni danışdıqda danışığı eşidən üçün rahat olmalıdır. Yəni eşidənə gizli qalmamalıdır danışığı. Çünki məqsəd xitab olunanı başa salmaqdır və ya onun başa düşməsi üçün sözləri ona yaxınlaşdırmaqdır ki, dərk etsin, anlasın, bilsin, ondan istənilən, ona deyilən sözlərdə nə qəsd olunur. Ona görə insan bu üslubu istifadə etsə, Peyğəmbər s.ə.v istifadə etdiyi üslubu istifadə etsə, onun da sözləri açıq aydın olacaq, onun da sözləri yəni gizlin olmayacaq və əgər təkrarlasa başa düşməyən üçün üç dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin ən azından sünnəsinə tabe olmuş olacaq. Ona görə insan dərk etsə ki, belə etməsi onun Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabe olanlardan edir. Buna görə əcr var, bu sünnəni tətbiq etməyə çalışacaq. Beləcə də bütün sünnələr insan üçün kifayətdir ki, dərk etsin ki, o bu sünnələri yerinə yetirdikdə Peyğəmbər sallallahu aleyhi və səlləmə tabeçiliyi həyata keçirir. Allah daha yaxşı bilir. Allah da bizi eşidib faydalardan etsin.